Məsələn, baxırsan bir kasıb adama. Deyirsən, imkanım olardı. Bunun məsələn bir gəlin köçür yoxdur imkanı. Məsələn, cehiz alıb verərdim məsələn. Ya bir görsən imkansız adamdır, deyirsən ki, imkanım olardı, buna bir ev alıb verərdim. Kaş imkanım olardı. Allah nə deyir? Mələklərə deyir, yazın ki, bu filan kəsə ev aldı verdi. Yazın. Bu aldı filan kəsə ev verdi. Mələklər bəlkə də soruşar məsələn ki, almayıb bu ev. Buna nə üçün yazın? Deyir, nə işiniz var? Yazın. İmkanı olsalardı, ürəyindən keçirtdi ki, deməli niyyəti budur ki, ona ev alsın, versin. Yazın oraya ki, aldı, verdi. Nə qədər qiyamətdə belə savablarımız olacaq ki, ürəyimizdən keçib ki, kaş bunu eləyərdim. Bir dənə ey kaş, doğrudan danışa-danışa elə bil özüm indi eşidirəm bu sözləri. Adam təəccüblənir bu rəhmətə. Əvvəldən də mən demişəm ki, mən elə bil ki, burada bir dinləyəcəyəm. Elə bir Allah lazım olan sözləri çatdırır. Sadəcə adam öz-özündən eşidir elə. Doğrudan da adam təəccüb eləyir. Bir də nə deyirsə, ey kaş bunu eləyə bilərdim, bir kaş yaz ora ki elədi. Mən elə bu lazımdır da. Birdən də biri deyir ki, ey kaş filan günah eləyərdim, deyir yazma. Kaş deyib, inşallah ki eləməzdi. İnşallah ki eləməzdi. Belə bir Allahdır.